acınacaqlı vəziyyətdə olduğunu nəzərə alıb gəlmişəm bura. Bir dənə sizə zəhmət, özünüzü təqdim edin. Adınız Mahmudov Sabir Kəlbioğlu. harada müharibədə Birinci olmuş? qrup Qarabağ 50, 1992-ci ildə. Ağdar rayonunda minə düşmüşəm. Allah canı sağ Ayağımı olasın. itirmişəm, bəli. Və bugün sizin ayağınızın bugündə olmasına görə aidiyyəti qurumlardan sizə yardım olunur, kömək olunur, gəlib yoxlayırlarmı, yoxsa heç sayan yoxdur? Yox, xeyr, yoxlayan yoxdur. Özüm getmişəm, düzgün diaqnoz qoymurlar, düzgün dərman yazmırlar. Yazanda da heç bir nəticə olmur. Necə var, elə də qalır. Neçə dəfələrlə xəstəxanalarda yatmışam. Sabunçu xəstəxana, respublikançı xəstəxanalarda. Deyirlər ki, bəs sağalıb, amma ki, heç bir nəticə yoxdur. Necə var, yara elə də qalıb. Bu Abşeron rayon icra hakimiyyəti, ondan sonra icra nümayəndəsi, bələdiyyəsi, Xeyr, heç bir. onlara müraciət eləmisiniz yoxsa? Olmuşam. Nabrət təcili yardım deyib ki, da bizə zəng eləmə, bizi narahat eləmə. Haram təcili yardımı deyib onu sizə? Xırdalanın. Xırdalanın təcili yardımı sizə deyib ki, bizə zəng, Qaziyə deyib ki, bizə zəng eləmə. Bəli, Respublikanın xəstəxanada qayıdıb mənə deyiblər ki, bizi narahat eləmə, bizim xəstəxanamıza gəlmə. Hansı həkim deyib, deyə bilərsinizmi onu? Adını bilmirəm, amma ki, reanimasiya deyiblər ki, sən yalandan eləyirsən, sən sağalmısan, Eşidirsiniz, adım da bir də bura gəlmə. Yəni ki, elə diaqnoz qoyublar ki, sən dərman içmirsən, ancaq ola dedikləri bütün dərmanları içirəm də, nə deyirlər, onu eləyirəm, amma ki, bir nəticə yoxdur. Boynuma qoyurlar ki, sən nəsə səhv eləyirsən, tənbəllikdən sən ayağın belə olub. Amma bu fakt olaraq mənim ayağım elə necə var evdə qadir. Hamı deyir ki, bəs sağalıb. Həkimlər deyir ki, bizdə bir şey yoxdur. Sən sağalmısan. Amma evə gəlirəm, əvvəlki kimi necə var. Elə də qalır, ağrısından dayana bilmirəm. Gecə gündüz ağrıyıram. Dərmanlar yazırlar, nə qədər dərman atmışam. Baxın, əziz izləyicilər, qazimizin ayağına baxın, qazimizin halına baxın. Ayağının biri yox. Görürsünüz. Ayağının biri yox, özü bu gündə, o bir ayaq bu gündə. Amma bugünkü gündə aidiyyəti qurumların heç biri bizim bu qazimizlə maraqlanmır. İstər nə Xırdalanın xəstəxanasından, təcili yardımdan deyiblər ki, necə deyiblər, bizə zəng eləmə. Bizi narahat eləmə. Fikir verirsiniz, bu da Azərbaycan yolunda gedib özünü sağlamlığını itirən qazilərə qarşı icra hakimiyyətinin əlaqədar təşkilatların hörməti. Demək, bu belə sayılır ki, möhtərəm prezidentimizin dediyini heç birinə əməl eləmirlər. Qazi də, ağlı vardı, gedib qazi olmuyor, eləmi? Yəni, beləmi bizi qazilərə belə bir münasibət olur? Baxın, görün, nə haldadır. Və indi yenə deyirəm, orada sizə deyəndə, siz icra hakimiyyətinin yanına vəbşə getməmişsiniz? Yox, xeyr, getməmişim. Xəstəxanalarda olmuşum, həkimlərin yanında olmuşam. Mən inanıram ki... Heç nə deyir, başımız çıxmır. Hər bir diaqnoz qoyur. Yəni ki, harası göndərəndə, xəstəxana gedəndə, o biri həmin xəstəxananın başçıları deyiblər ki, səni bura niyə göndəriblər? Bizlik deyil. Yəni ki, etiraz ediblər. Bizə baxmayıblar. Bəli, baxmayıblar. Başdan eləyiblər, bəli. İnanıram ki... Heç bir xəstəxanada məni qəbul eləmir. İnanıram ki, bizim bu çəkilişdə sonra aidiyyəti qurumlar gəlib maraqlanacaqlar və tezliklə bu qazi qardaşımızın sağlamlığına qovuşması üçün əllərindən nə gəlir, onu edəcəklər. Bilirəm, rəhbərlər demirəm, elə olanlarımız var ki, elə insanlarımız var ki, xeyriyyəsidir, onlar yaxın, onlar daima qazilərimizin, veteranlarımızın şəhid əllərinin yanında olurlar. Və mən üzümü onlara da tutub demək istəyirəm ki, gəlin birləşək, bu qazi qardaşımızı kömək eləyək. Axı bu bizim yolumuzda ayağını itirib və sağlamlığını.